Salam uşaqlar. Birinci suala baxaq. Fx bərabər x üstəgəl 5 bölünsün x çıxılsın 5 funksiyasının qiymətlər çoxluğunu tapın. Çox maraqlı sualdır. Baxın, burada sizdən birinci təyin obası soruşsa nə etməliydiniz? Təyin obası nə idi? X ifadəsinin ala biləcəyi qiymətlər çoxluğudur. Yəni x nə ala bilər və yaxud nə ala bilməz deyə özə sual verirsən, araşdırırsan. Amma təyin olması demək, x-in ala biləcəyi qiymətlərdir. Yəni, axırda x-in ala biləcəyi qiymətləri qeyd edirsən. Amma misalı hesablamaq üçün, fikirləşmək üçün təyin olması deyirsə, burada qiymətlər çoxluğu deyir, indi onu da həll edəcəyim. Təyin olması deyirsə, x-in ala biləcəyi qiymətlərini qeyd edəcəksən. Və x üçün sənə nə qorxusu olacaq? Ya məxrəc verəcək bizim misaldakı kimi, ya kökaltı verəcək, cüt dərəcədən kökaltı, uşaqlar, tək dərəcədən kökaltı ifadə sənin üçün problem yaratmır. Çünki tək dərəcədən kökaltı ifadənin içərisi həm müsbət ola bilər, həm mənfi ola bilər, həm sıfır ola bilər. Fərqi yoxdur, yaxşımı? Məxrəc sənin üçün problem yaradacaq. Cüt dərəcədən kökaltı ifadə sənin üçün problem yaradacaq. Modulun əgər varsa, modulun içərisi problem deyil uşaqlar. Modulun içərisi ürəyi istəyən qiymət ola bilər. Müsbət, mənfi, sıfır, vergülü qiymət, tam qiymət, fərqi yoxdur, sonlu, sonsuz fərqi yoxdur. Modulun cavabı sənin üçün problemdir ki, modulun cavabı ya sıfır olmalıdır, ya da müsbət verməlidir. Sənə misal bunun cavabı. Başqa heç nə qalmadı uşaqlar. Gəlin birinci bunun təyin olmasını araşdıraq. Həmçinin qiymətlər çoxluğunu araşdıraq. Təyin olması uşaqlar, baxırsan ki, məxrəc veribdir. Burada sürətdəki x üçün heç bir problem yoxdur. Heç bir limit yoxdur uşaqlar. Heç bir məhdudiyyət yoxdur. Burada problem yaradacaq bizə hissə x çıxılsın 2 ifadəsidir. Təyin olması əgər soruşursa, yenə vurğulayıram. X çıxı 2 bərabər deyil 0 və x uşaqlar 2 qiymətini almamalıdır. Çünki riyaziyyatda məxrəc 0 ola bilməz. Sıfıra uşaqlar bölünmək yoxdur. X bütün qiymətləri ala bilər. Mənfi sonsuza 2-dən 2-dən müsbət sonsuza qiymətləri ala bilməz. Əgər təyin obası soruşsaydı, misalımızın cavabı adı uşaqlar. Amma təyin obası soruşmur. Bu misal biraz maraqlı misaldır. Topuda buna aid sual yoxdur uşaqlar. Deyir fx bərabərdir. Çaşırsansa y bərabər qoy. Fx və yaxud da y fərqi yoxdur, funksiya deməkdir. X üstəgəl 5. Bir də x çıxılsın 2 funksiyasının qiymətlər çoxluğunu deyir tapın uşaqlar. Mən burada heç bir məhdud falan görmürəm. Qiymətlər çoxluğu üçün, qiymətlər çoxluğu nədir bəs? Qiymətlər çoxluğu y-dən işarə olunur və misalın cavabı deməkdir uşaqlar. Qıraqdan baxanda misalın cavabı üçün problem görsənmir də. Misalın cavabı da nə üçün ola bilər? Tam özün əmin olmalısan, amma illa ki almadığı qiymət var. Və yaxud da bütün qiymətlər ola bilər. Bunu özün üçün sübut etməlisən. Tam əmin olmalısan. Riyaziyyat dəqiq fəndir. Tam əmin olmamış cavab uşaqlar. Bəxtiqoda tullamaq olmaz. Çox işlədiyim misaldırsa, o heç gözə yarı baxırsan qıraqdan, hesablayırsan beynində təqribi, cavabını onda bilmək olar. Əgər həmin misalı çox işləmirsənsə, amma heç işləməmisənsə, bəxtiqoda misalın cavabını atmaq olmaz. Nə edəcəyəm? Mənə uşaqlar bu misalın funksiyasının qiymətlər çoxluğu lazımdır. Qiymətlər çoxluğunu mən tapa bilmirəm. Heç yəni fikirləşmək olmaz. Mənə lazımdır uşaqlar bu funksiyanın tərsinin təyin olmasıdır. Bu funksiyanın tərsinin təyin olmasıdır. Çünki bunun özünün qiymətlər çoxluğu deməkdir. Və təyin olmasını tapmaq x üçün nəsə bir fikir ilə sürmək çox rahatdır uşaqlar. Mən bu ifadənin, bu funksiyanın tərsini tapacağam. Funksiyanın tərsinin təyin olması misalın özünün qiymətlər çoxluğudur. Funksiyanın tərsinin qiymətlər çoxluğu misalın özünün təyin olmasıdır. Bu misalın qiymətlər çoxluğunu istəyibdir. Mən bu funksiyanın tərsini tapacağam və tərsinin təyin olmasını araşdırmış olacağam. Beləliklə misalın cavabını tapmış olacağam uşaqlar. Funksiyanın tərsini tapmaq üçün nə etmək lazım idi dostlar? Funksiyanın tərsini tapmaq üçün x ilə y-in yerini dəyişəcəksən. X bərabərdir y üstəgəl 5 və y çıxılsın 2. Və başlayacaqsan buradan y-i tapmağa. Çünki y bərabər nəsə yazırıq funksiya yazanda. Tərs funksiya yazanda həmçinin y bərabər nəsə yazmalıyıq. Əvvəlcə misalı sadələşdirməliyik. Bunun üçün uşaqlar çarpaz var transfer girəcəyəm. Y üstəgəl 5 bərabərdir x, y çıxılsın 2x. Y-ləri atmalıyam sol tərəfə. Çünki mənə uşaqlar y lazımdır. Mənfi 5 çıxılsın 2x verdi. Y-i ortaq vuru çıxarsam 1 çıxılsın x verdi. Bərabər mənfi 5 çıxılsın 2x-ə. Və y-in cavabı bərabər uşaqlar mənfi 5 çıxılsın 2x bölünsün 1 çıxılsın x. İfadədə mən artıq nəyə tapdım dostlar? Bax, bu funksiyanın tərsini tapmışam. Bax, yazdım ki, bura tərsidir. Tərsi.
Yəni tərsinin təyin növbəsini tapsam, artıq mən misalın özünün qiymətlər çoxluğunu tapmış olacağam. Bu ifadənin uşaqlar təyin növbəsi üçün problem nədir? Məxrəc var. Məxrəc sənin problemindir. Qırmızı yazıram onu. Və bizim uşaqlar məxrəcimizdə 1 çıxılsın x var. Məxrəc nə ola bilməz? Məxrəc 0 ola bilməz. X-in hansı qiyməti uşaqlar ödəmir? X-in 1 qiyməti ödəmir. Cavab olacaq D bəndi. Yaxşımı? Buranın təyin növbəsi bu ifadənin özünün qiymətlər çoxluğunu verdi. Bu nə idi ki? Bu uşaqlar bizim verilən misalımızın tərsidir. Tərsi. Yaxşı? Bu belə. İkinci sual. Y bərabər kx əgər b funksiyasının qrafikləri verilmişdir. Bu sadə uşaqlar sualdır. Özü veribdir. Hətta bəzən y bərabər kx əgər b olduğunu vermir. Şəkli verir. Y bərabər kx əgər b ifadəsini sən özün yazmalısan. Bu biraz rahatdır. Y oxun kəsən nöqtə uşaqlar B nöqtənizdir. X oxun kəsən nöqtə elə X-in özüdür. X oxun kəsibsə hər hansı bir misal, bunun X-in müsbət mənfisi var. İndi bizdə məsəl üçün müsbət halı alıbdır. X oxun kəsirsə Y nə qədər dostlar? Y-in yenə 0 qoyacaqsınız. 0 bərabərdir 6K üstəgəl 2. Mənfi 2 bərabərdir 6K-ya. K-nın cavabına qalacaq -2 bölü 6, yəni -3/1. Deyir K vurulsun B hasilini tap. Yəni -3/1-i vuracaqsan B hasili, yəni 2-yə. Cavab olacaq -3/2 D bəndi. Üçüncü sual. Y bərabər x kvart üstəgəl b üstəgəl 6 funksiyasının qrafiki 2,18 nöqtəsini keçir. Keçir, kəsir, alır, aiddir, üzərindədir, toxunur sözlərdən istifadə edirsə, aparıb x-in yenə x-i qoyacaqsan, y-in yenə y qoyacaqsan. Sizdə uşaqlar x ifadəsi 2-dir, y ifadəsi isə 18-dir. Başlayaq. 18 bərabərdir 4 üstəgəl b vurulsun 2 üstəgəl 6. 18 çıx 10 bərabərdir 2b-yə. 8 bərabər uşaqlar 2b-yə. B-nin cavabına qalacaq 4. Gəlin kvadrat tənliyimizi quraq. Y bərabərdir x-in kvadratı üstəgəl 4x üstəgəl 6 uşaqlar. Parabolanın təpən nöqtəsinin koordinatlarını istəyir. Parabolanın təpən nöqtəsinin koordinatları necə idi? -b bölü 2a və -d bölü 4a uşaqlar. Və hətta siz bilirsiniz də, -d bölü 4a-nın cavabını tapmaq üçün daha qısa versiyada nə edirik? Əvvəlcə -b bölü 2a-nın cavabını tapırıq. Onsuz da bizə hər ikisini istəyir. B əmsalının 4 olacaq. -4 bölünsün 2, yəni -2. Parabolanın təpəsinin absisidir, yəni x-idir. -d bölü 4a-nın cavabını əslində tapmalıydım. Diskriminata falan girməmək üçün, işlərimi daha qısaltmaq üçün aparıb x-lərin yerinə, x tapmışam da olsun -2. X-dən yenə -2 qoyacağam. Ehtiyatlı ol, işarə səhv etmə. -2-nin kvartı 4. Üstəgəl 4 vurulsun -2 və üstəgəl 6. 4 çıxılsın 8 üstəgəl 6 eləyəcək. -4 üstəgəl 6. -4 üstəgəl 6 eləyəcək 2 uşaqlar. Cavab olacaq A bəndi. Keçirəm 4-cü suala. ABC düzbucaqlı üçbucaqdır. YD və 90-dır. Özü göstəribdir bunu. Və YB 5-dir. YD 3-dür. AC 9-dur. Hər şey veribdir özü. Deyir AY parçasının uzunluğunu tap. AY. Buranı istəyir uşaqlar. Mən balaca düzbucaqlı üçbucaqdan Pifagora girsəm, 25 çıx 9, sənə verəcək 16. 16-dan kök çıxacaq 4. Və burada uşaqlar BDY üçbucağı ilə hansısa üçbucaq oxşardır. Sizcə hansı üçbucaq olar? BDY üçbucağı düzbucaqlı üçbucaq olduğu üçün balaca düzbucaqlı üçbucaqla böyük düzbucaqlı üçbucağı oxşar götürəcəyəm. Burada uşaqlar 90'ların eyni olması bəs eləmir. Burada digər bucaqların da eyni olması vacibdir. Hansı ki B bucağı hər ikisində ortaqdır. B, mən yazdım sənin üçün üçbucağın adını. B, A, C üçbucağı uşaqlar oxşar qəbul ediləcək. Və bunun Y bucağı bunun C bucağına bərabərdir avtomatik olaraq. Çünki üçbucağın daxil bucaqlarının cəmi 180 dərəcə verəcək uşaqlar. Başlayaq. 90'ın qarşısı balaca üçbucaqda 5'dir. Yəni B7'dir. Böyük üçbucaqda 90'ın qarşısı BC-dir. Bərabər. Bax bu bucaq uşaqlar, bu bucaq. Bu bucağın qarşısı, yəni bax bu B bucağının qarşısı balaca üçbucaqda 3'dür. Yəni Y dedi. Yazım, sonra qiymətləri qoyarıq. Böyük bucaqda isə bu B bucağının qarşısı 9'dur. Yəni AC-dir. Bərabərdir.
Balaca üçbucaqda qırmızı bucağın qarşısı 4-dür, yəni B dedi. Böyük bucaqda qırmızı bucağın qarşısı ehtiyatlı ol. Bu C bucağının qarşısı böyük bucaqda x deyil, 5 də deyil ha. 5 üstə gəl x-dir. Yəni B A-dır. Aparaq yerinə qoyaq. B-ni bilmirəm. A bilirəm 5-dir. B-ni bilmirik. BS bizə lazımdırmı? Heç BS lazım deyil. Bundan istifadə eləməyəcəm yəni. Y-dən uzunluğu 3-dür. AC-nin uzunluğu uşaqlar 9-dur. B-dən uzunluğu 4-dür. BA-nın uzunluğu isə 5 plus x-dir. Bizə A-yeni istəyir uşaqlar. Yəni x istəyir. Buradan girəcəksiniz. Çarpaz var tənasübə. Bundan istifadə etməyəcəksiniz. 3 ilə 9 x yaparsam burada 1 qalacaq. Burada 3 qalacaq. 12 bərabərdir. 5 üstə gəl x. X-in cavabına qaldı 7 dostlar. Cavab oldu C bəndi. Şəkildə verilmiş düz xəttin tənliyini göstərin. Bu hansı bucaqdır uşaqlar? Baxın, bu bucaq meyl bucağıdır. Deyirdik alfa meyl bucağı. X oxunun müsbət istiqaməti ilə funksiyasının qrafiki arasında qalan bucaqdır və alfa meyl bucağıdır. K tangens alfaya bərabərdir. Buradakı K isə uşaqlar bucaq əmsalı idi. Tangens alfaya. Daha doğrusu K bərabərdir. Alfa meyl bucağıdır və K bərabərdir tangens alfaya. K uşaqlar bucaq əmsalıdır. Alfa meyl bucağıdır. Tangens 30-un cavabı sənə verəcək kök altı 3 bölü 3. Və funksiyanın qrafinin y bərabər kx olduğunu bilməlisən. Bəzən y bərabər kx plus b ilə qarışdırırlar. Düzdür, variantlarda onsuz da üstə gəl b yoxdur. Y bərabər kx ilə y bərabər kx üstə gəl b funksiyasının fərqi nə idi? Bu funksiya uşaqlar koordinat başlanğıcına keçməyə bacarırdı. Tangens 30-un cavabı isə kök altı 3 bölü 3-dür. D bəndi. Cədvəli əzbərləməlisən ki, bunun qiymətini biləsən. Paralel köçürmə zamanı 2-5 nöqtəsi 0-6 nöqtəsindən deyir keçirsə. Baxırsan ki, x-i nə edib uşaqlar? X-i 2-dən gəlib 0-a, nə edib də azalıb? Nə qədər? 2 vaid. Y-i isə uşaqlar, -5-dən gəlib 6-ya artıb. Neçə vaid? 11 vaid uşaqlar. 11 vaid artıbdır. Deyir bu köçürmə zamanı aştırıq -3 4 nöqtəsi hansı nöqtəyə keçər? Demək x uşaqlar 2 vaid azalacaqsınız. -3 çıx 2 -5 verəcək. Y isə uşaqlar nə edəcəksən? 11 vaid artıracaqsan. 4 üstə gəl 11 15 eləyəcək. Cavab olacaq Y bəndi. Belə bir uşaq sualı. ABC üçbucağında DY AC-yə paraleldir. 3BD 2AD-yə bərabərdir uşaqlar. Yəni 2BD 2 paydır, 2K'dır. AD isə 3 paydır. BD 2K'dır, AD isə 3K'dır. Paralel işarəti varsa artıq bu da oxşar üçbucaqlardır. Yəni ana bala üçbucaqlara baxacaqsan. Böyük üçbucağın sahəsini verib sənə, rəhləmiş hissənin sahəsini, yəni balaca üçbucağın, o bala üçbucağın sahəsini istəyir. Balaca üçbucağın yan tərəfi 2K'dır. Böyük üçbucağın yan tərəfi 3K deyil ha. Qəti 3K yazma. 5K bərabərdir. Balaca üçbucağın sahəsini uşaqlar S yazaq. Böyük üçbucağın sahəsi 125-dir. Sahədən başqa bütün nisbətlər bir-birinə bərabərdir. Sahə deyəndə artıq tərəflərin uşaqlar kvadratını qaldıracaqsan. Sahənin özün yox ha. Tərəflərini kvadrata qaldıracaqsan. K'lar ixtisar getdi. Qaldı 4 bölü 25 bərabərdir. S bölünsün 125. 25-dən 125'e apardım. Burada qaldı 5. S-ə qalacaq uşaqlar 20. Yəni buranın sayısı 20 imiş. Burada trapeziyanın sayəsini istəyə bilər sizdən. Elə ana bala üçbucaqlara girəcəksən, balaca üçbucağın sayısı 20 tapacaqsan, 125 çıxılsın, 20 də yaza bilərdin trapeziyanın sayısı, amma istəsəydim. 8-ci sual. ABC üçbucağında BYF bucağı ACB bucağına bərabərdir. BF 2 verir uşaqlar. BY 4'dür. AY 2'dir. FC parçasının uzunluğunu dir tap. Buranın dir tap uşaqlar. Oxşarıqdır bu da. Ana bala üçbucaqlarda sadəcə burada paralel şərti əvəzinə bayaq ki sualda uşaqlar paralel şərt vermişdi. Burada artıq bucaqları bərabər verir. Burada balaca üçbucaqla böyük bucağın ortaq bucağı var. B bucağıdır. B bucağı hər ikisinin eynidir. Bir də uşaqlar, bir də buradakı F bucağı da avtomatik olaraq buradakı A bucağına bərabər olacaq. Yəni balaca bucaq YBF 3 bucağı ilə, bax bu YBF 3 bucağı ilə böyük bucaq A, B, S bucağının oxşarına baxacaqsınız. Birinci də verdiyi bucaqlar Y bucağı ilə S bucağı eyni idi. Y bucağı ilə uşaqlar S bucağı eyni idi. Y bucağının qarşısı balaca bucaqda 2'dir.
bölünsün. Böyük bucaqda C bucağının qarşısı 6-dır. 2 ilə 4-ün cəmi 6 elədir. Balaca üç bucaqda uşaqlar B bucağının qarşısı YF-dir. Böyük bucaqda B bucağının qarşısı AC-dir. Balaca üç bucaqda bax bu F bucağının qarşısı 4-dür. Böyük bucaqda isə ona bərabər C bucağı idi. C bucağının qarşısı, yox, üzr istəyirəm, C deyil, budur. A bucağının qarşısı 2 üstəgəl x-dir. Bura uşaqlar bu rəngdə idi. Çalışmayaq. Aha. Tenasibə girəcəksə, uşaqlar sizə nə istəyir? FC-ni istəyir. FC x hərfini istəyir. Buradan və buradan tenasibə girərəm. 2-nin altını qısa aparsam qalacaq 1 bölü 3 bərabər 4 bölünsün 2 üstəgəl x. 12 bərabər 2 üstəgəl x-ə. X-in cavabına qaldı 10. Belə. 9-cu sual. Şəkildə BD və AC vətənləri O nöqtəsindən kəsişir. Deyir uşaqlar BO 3-dür, AO 9-dur, BOC 3 bucağının perimetri 8, ortasına 8 yazıram uşaqlar. AOD 3 bucağının perimetrini deyir tapın. Burada X ilə P hərfi yazaq, bir də ki perimetrdən söhbət gedir. Burada yenə oxşar 3 bucaqlar var. Hansı da oxşar 3 bucaqlar uşaqlar? Burada paralel şərt verməyib, görürsənmi? Niyə eləməlisən? Baxırsan ki, bu çevrənin daxili bucağıdır. BCA və yaxud da ACB bucağı. Hansı qövsə söykənibdir? Baxın, bu qövsə söykənib uşaqlar. Bu qövsə söykənibsə, artıq baxırsan ki, həmin o qövsə söykənən başqa hansı bucaq var? Yəni ona qırmızı yazım. Bu bucaq da həmçinin uşaqlar bura söykənibdir və bu bucaqlar eynidir. Qövslərin yarısı verir, qövsü bizə verməyib də, ehtiyacı yoxdur heç. Bu bucaqlar uşaqlar eynidir və avtomatik olaraq bu bucaqla bu bucaq onsuz da eyni idi. Çünki daxili çarpaz bucaqlardır, üzr istəyirəm, qarşılıqlı bucaqlardır. Çarpaz bucaqlar yoxdur uşaqlar burada. Paralel şərti yoxdur deyə çarpaz bucaqlar yoxdur. Yəni bura normalda biz belə yazırdıq. Bura ilə bura bərabərdir. Bura ilə bura bərabərdir. Nə zaman bu xəttlər paralel xəttlərdirsə əgər. Burada paralel şərtini verməyibdi. Çevrədən istifadə elədik. Yəni o qaydaları bilin də. Hərəkət oxşarlıq dərsində 2 cür bu şəkildən var uşaqlar. Biri var çevrə daxilən çəkilən, biri var elə adi bu xəttlə bu xətti paralel verdiyi hal. Əgər paralel xəttlər veribsə, onda bu bucaqla bu bucaq eynidir. Həmçinin bu bucaqla da bu bucaq eynidir. Onda bura nisbəti bərabər olur. Bura nisbətinə. Həmçinin o da bərabərdir bura nisbətinə. Belə olur hal. Burada isə uşaqlar görəcəksiniz nə baş verəcək. Bizdə avtomatik olaraq qara bucaqlar eyni oldu və uşaqlar və bu bucaqlar da avtomatik olaraq eynidir. 3 bucağın daxil bucaqların cəmi hissəsində axı dəyişməz. Başlayaq. Qırmızıların qarşısı uşaqlar 3 bölünsün. Bu birisi qırmızının qarşısı 9-dur. 3 bölü 9 bərabər. Qaraların qarşısı 3-dən başlamışam. Yəni yuxarıdakı 3 bucaqdan başlamışam. BC bölünsün AD. O da bərabər uşaqlar. Bu korичnevlərin qarşısı 8. Onların qarşısını bilmirik. OC bölünsün OD. Və bu da bərabərdir. Sahədən başqa bütün nisbətlər eynidir uşaqlar. Yuxarının perimetri 8-dir. Bizə perimetr veribdir. Aşağının perimetri isə bilinmir uşaqlar. Təbii ki, mən ilk birincidən və sonuncudan istifadə edəcəyəm. 1 böl 3 bərabər 8 bölünsün P-yə. P-nin cavabına 24 qaldı. İşte perimetri 24 imiş. M nöqtəsi AB parçasının orta nöqtəsidir. A-nın koordinatları verilib uşaqlar 3, 8. Orta nöqtənin koordinatlarını tapmaq üçün nə etməlisən? Kənar hədlərin ədəd ortasını tapacaqsan. M-in koordinatlarını -2, 10 veribdir və B-nin koordinatları yoxdur. Bu sualı çaşdırır çox vaxt. Şəkilsiz versiyası adamı çaşdırır. Çünki uşaqlar nə edir? Birbaşa olaraq 3 ilə -2-ni toplayır. 1-in yarısı 0,15 yazır. 8 ilə 10-un cəmi 18, 18-in yarısı 9 yazır. Şəkilsiz versiyada uşaqlar. Amma şəkli veribdir deyə. Burada da əslində səhv edənlər var, amma şəkil görsənirdə hansı orta olduğunu göstərir. M-in qiymətini sənə orta nöqtə veribdir. Sən A ilə B-ni toplamalısan. 3 ilə X-i toplayacaqsan. Böləcəksən 2-yə, bərabərləşdirəcəksən -2-yə. Və 3 üstəgəl X bərabər -4-ə. X-in cavabına qalacaq -7. -7 uşaqlar. Bir də 8 ilə Y-in cəminin yarısı bərabər 10-a.
8 üstə gəl y bərabər 20-yə. Y-in cavabı 12. Cavab olacaq uşaqlar A bəndi. Parabolasının təpə nöqtəsinin koordinatlarını deyir tapın uşaqlar. Ya istəyirsən aç mənfi bölü 2 ilə mənfi bölü 4 ana işlə. Biraz uzundur. Hazır uşaqlar bizim düsturumuz var. Y bərabər ax kvadrat üstə gəl bx üstə gəl c ifadəsini belə ifadə olaraq göstərə bilərlər. A olsun x çıxılsın m kvadrat üstə gəl n. Burada uşaqlar m hərfi m-in m hissəsi, mənfi misalın düsturun mənfisidir. Parabolanın təpən nöqtəsinin absisidir. Bu isə parabolanın təpən nöqtəsinin ordinatıdır uşaqlar, yəni y-dir. Baxırsan ki, səndə burada müsbət 3 yazıb. Demək, sənin parabolanın təpən nöqtəsi düsturun mənfisini müsbətləşdiribdir. Demək, mənfi 3 imiş. Və qıraqda isə uşaqlar elə necədirsə elə işarəsi olacaq. Müsbətsə müsbət, mənfidirsə mənfi. O dəli ağlı qaydası var da. Dəli ağlı qaydası uşaqlar eyni budur. X-in yana duran dəlidir, işarəsini mənfi götürür. Qıraqda duran isə X-in yana durmayan isə ağlıdır. Elə müsbət 2 yazıbsa, müsbət 2 götürəcəksən. Bu oldu parabolanın təpə nöqtəsinin koordinatları. Əlatsızsansa, müxtəsər açmalısan, qarşıdakı mənfini ehtiyatlı ol, təsir edəcəksən. Üzərinə 2 əlavə eləyəndən sonra mənfi v bölü 2a, mənfi d bölü 4 adüsuna girsən, yenə cavabı mənfi 3 2 alacaqsan. 12-ci sual. B parametrin hansı qiymətində funksiyasının qrafiki yalnız birinci, ikinci rütbədən keçir uşaqlar. Əvvəlcə funksiyanın növünü müəyyənləşdirməlisən. Baxırsan ki, qüvvətində 2 yoxdur. Demək, kvadratik tənlik deyil. Parabola deyil. Y bərabər kx üstə gəl b funksiyası uşaqlar bu. Y bərabərdir. Kx üstə gəl b funksiyasıdır. Baxın, x-i var. Bir də yanında x olmayan ifadəsi var. Normalda y bərabər kx funksiyasının K-dan asılı olaraq qolları ya 1-3-dən keçir, K müsbətsə yuxarıdan və ya aşağıdan kəsir. Əgər K mənfidirsə, belə keçə bilər. Ya yuxarıdan 2-4-dən keçir, ya da aşağıdan uşaqlar. B-dən asılıdır. B müsbətsə yuxarıdan kəsir, B mənfidirsə aşağıdan kəsir. Amma şərtdə görsən nə deyir? Deyir, B parametrinin hansı qiymətində funksiyasının qrafiki yalnız birinci, ikinci rütbədən keçir uşaqlar. Düz xəttdə funksiyanın qrafikini tanıyırsan. Bu funksiyanın qrafik uşaqlar əgər birinci və ikinci rütbədən keçirsə, birinci rütb buradır, ikinci rütb də buradır uşaqlar. Buradan keçirsə, düz xətt daxı. Demək, nə olmalıdır? Paralel olmalıdır. Hansı düz xəttdə uşaqlar? Hansı xəttdə x oxuna paralel olmalıdır? X oxuna paraleldirsə, nə baş verir? Baxırsan ki, x oxuna paraleldirsə, y-i kəsir. Y-i kəsirsə, nə baş verəcək? Birinci, ikinci rütbədən kəsirsə özü uşaqlar. Demək, y-in cavabı müsbəti yuxarıda kəsir də. Və y-in cavabı müsbətdirsə, yuxarıdan kəsdi. Y oxunu kəsirsə, x-in cavabı 0-dır. Aparıb x-dən yenə 0 qoyacaqsınız. Və yaxud da x hissəsini 0-a çevirməlisiniz. X ilə 0 qoyun olsa bizdən x istəməyib baxaq. Mənə x hissəni 0-a çevirən qiymət lazımdır. B çıxılsın 3-ü. B çıxılsın 3-ü 0-a çevirəcəksən. B-nin cavabına qalacaq 3. 3 çıx 3 0 eləyir. 0 x vuranda həqiqətən bu isə yox olur. Cavab qalır müsbət 7. Yəni belə bir oxunmuşaqlar. D bəndi. Funksiyasının ən kiçik qiymətini tapın dostlar. Biri var desin ki, x-in hansı qiymətində funksiyası ən kiçik qiyməti alır. Biri var birbaşa funksiyanın ən kiçik qiymətini istərsən. Burada uşaqlar mənfi d bölü 4 adı. Hansı sözünü işlədib cümlə qurubsa, onda mənfi v bölü 2a olar uşaqlar. Burada mənfi d bölü 4 adı. Mənfi d bölü 4 adın cavabını tapmaq üçün nə edirik? Özümüzü əzizdə vermirik. Mənfi v bölü 2 hesablayacaqsan. Olacaq. Bizdə B hərfi yoxdur. Baxın uşaqlar. A əmsalı 2-dir. B əmsalı yoxdur. C əmsalı isə 5-dir. Yəni mənfi 0 bölünsün 2 vurulsun 2. Eləyəcək 0. Apar x-dən yenə 0 qoy. 2-ni vuranda 0-ın kvadratına 0 eləyəcək. Üstə gəl 5. Cavab olacaq 5. Həmçinin uşaqlar mənfi b bölü 2 nə idi? Parabolanın təpən nöqtəsinin absisidir. Mənfi d bölü 4 nə idi? Parabolanın təpən nöqtəsinin ordinatıdır. 14-cü sualda düz xətləri M nöqtəsini kəsişir. Fərqi yoxdur. Hansı nöqtə kəsişirsə kəsişsin. Əgər iki cisim görüşürsə, görüşümü alınan danışırsansa uşaqlar, yəni burada iki cisim düz xətlərdir də. Düz xətlər əgər kəsişirsə, ya bunların x-lərini bərabərləşdirməlisən, ya da y-lərini ikisi də bərabərləşsində kəsişdiyi anda uşaqlar, bu nöqtədə nöqtənin nəyi var? X-i, y-i var da. Bu nöqtənin x, y-i həm bu düz xəttdə ödəməlidir.
Aparıb yerinə qoyduğunda doğru cavab alınmalıdır. Həm də bu düz xətti ödənməlidir. Neyəcəm? Mən x-lər tapmağa ərinəcəm. Hazır verib də mənə y-lərin cavabını. Y-lərin cavabını nə bərabərləşdirəcəyim uşaqlar? Olacaq 5x üstəgəl 6 bərabər 3x üstəgəl 20-yə. 5x çıx 3x 2x verəcək. 20 çıx 6 14 verir. X-in cavabına qaldı 7 uşaqlar. Mənə deyir M nöqtəsinin koordinatları cəmini tapın. Və yaxud da cümləni belə verə bilərdi. M nöqtəsinin komponentləri cəmini tapın uşaqlar. Yəni x-dən y istəyir. Mən x tapdımsa 7. Ürəyin harda istəyirsə apar x-dən yenə 7 qoy. 3 vur 7 21. 21 üstəgəl 20 eləyəcək. Y-in cavabına 41. Koordinatları cəmi eləyəcək. 41 üstəgəl 7 48. Y bərabər mənfi x düz xətti absis oxunun müsbət istiqaməti ilə və yaxud açısı var idi. Neçə dərəcəli bucaq mənə gətirir? Demək uşaqlar, siz bilirsiniz y bərabər kx funksiyasından danışılır. Burada k-nın cavabı -1-dir və k-nın cavabı uşaqlar bucaq əmsalının cavabı tangens alfadır. Və yaxud danışdım, burada tangens alfadır ifadəsindəki alfa meyl bucağıdır. X oxunun müsbət istiqamətlə mənə gətirilən uşaqlar bucaqdır. Və tangens alfanın cavabı nə zaman -1-dir dostlar? Tangens alfanın cavabı -45-dən -1 alır. Çünki 45-də cavabı 1-dirsə, -45-də -1 alacaq. -45 dərəcəli bucaq olan məzə təbii ki, müsbət olmalıdır. Ona görə 180-i tamamlayan bucaq 135 dərəcədə uşaqlar -1 alacaq. -45-də də olsa -1 alır. 135-də də -1 alır. Niyə? Çünki 45-in simetriya nöqtəsidir. İkinci cürüb uşaqlar -1 alır. -45-i yazmazlar cavab olaraq. İki oxşar fiqurun xətti ölçülərinin nisbətləri. Xətti ölçülər deyəndə uşaqlar tərəfləri ola bilər, perimetrləri ola bilər, təm bölənləri ola bilər, medianları, hündürlükləri, sayıdan başqa hər şeydə, yəni 1/2 nisbətindədirsə, sahələrin nisbətlərini tapmaq üçün nə edirdik? Bayaq buna sual var idi. Kvadratına baxacaqsan. Bəs kubunu tap desə nə edəcəksən? Kubunu deyirəm, misalın cavabını söylədim. Həcmini tap desə nə edəcəksən? Kuba qaldıracaqsan. 1/8 olardı o zaman misalın cavabı. 17-ci sual. Y bərabər 2x çıx 6 kök altından uşaqlar. Funksiyasının təyin oblasına daxil olan ən kiçik tam ədəd tapın. Məxrəc yoxdur, modul yoxdur, amma qorxularımızdan biri olan uşaqlar kök altı var. Özə dedim ki, bayaq cüt dərəcədən kök altı ifadələr uşaqlar bizdə problem yaradır. Təkrar problem yaratmır. Cüt dərəcə ifadəni uşaqlar bəzən gəlizləşdirib məxrəcə salır. Normalda kök altı ifadənin içərisi 0 olur. Məxrəc olanda ancaq 0-dan böyük yazırıq. Bizdə məxrəc deyil. 2x çıx 6-nı 0-dan böyük bərabər yazmaq haqqımız var. 2x böyük bərabərdir 6-dan. X-in cavabı olacaq böyük bərabər 3-dən. 3 və 3-dən böyüklər uşaqlar. Təyin oblasına daxil olan ən kiçik ədədi tapın. Cavab olacaq 3-ün özü. 18. Funksiyasının qrafikinin absis oxu ilə kəsişməsi. Uşaqlar, absis oxu ilə hər hansı bir funksiya qrafiki kəsişirsə, yəni funksiyanın qrafikini təqribi qurmağa çalışım. Sən qurmasan da olar. K-sı müsbətdir. 1-dən 3-dən keçəcək və B-si uşaqlar, yəni Y oxunun kəsdiyi nöqtəsi isə -2-dir. Funksiyanın qrafiki belə bir qrafikdir və deyir absis oxunun kəsdiyi nöqtənin. Absis oxla kəsişib burada uşaqlar. Absisi var. Müsbət mənfi şəkli çəkməsən belə bilməlisən ki, absis oxunu kəsirsə Y-in yenə 0 qoyacaqsan. 0 bərabərdir 5x çıx 2. 2 bərabərdir 5x isə X-in cavabına qalacaq 0,4. Deyir, kəsişmə nöqtəsinin koordinatları cəmini tap. Demək, X-i 0,4 olan bir nöqtədir. Y isə təbii ki, burada 0-dır. Bunların cəmi olacaq 0,4. 19-cu sual uşaqlar mürəkkəb funksiyadır. Demək, f, gx, g3 verib daha doğrusu. İndi uşaqlar bilirsə, bunlar necə yazır? Fog yazır. Fog g3. Fog 3 yazır, yəni. Niyə edəcəksiniz? Əvvəlcə G3 hesablamalısınız. G3, yəni G3 bərabər aparıb G funksiyasında x-dən yenə 3 qoyacaqsan, 9 eləyəcək. Və aparıb F funksiyasında, yəni 2x funksiyası verib də sənə F funksiyasını. F funksiyasında x-lərin yerinə J funksiyasını qoyacaqsan. J3-ü qoyacaqsan, daha doğrusu bizdən J3-ü qoymağımızı istəyib. J3-ün cavabı isə uşaqlar 9-dur.
Yəni x-lərin yerinə j üçün cavab olan 9-u qoyacağam. Cavab olacaq 2 vurulsun 9, 18. 20-ci sual. Bir dəqiqə, 19-un yəni tərsini işləyək. Bəs belə bir şey versəydi, yəni qofu istəsəydi uşaqlar nə edərdik? Əvvəlcə f3-ü hesablayardıq. F3-ün cavabı 2 vur 3 6 eləyəcəkdi. Və aparıb j funksiyasında, x-in kvartı funksiyasında x-lərin yerinə 6 qoyardın. Cavab olardı 36. Əgər qofu istəsəydim. Ki, istəyə bilər uşaqlar. 20-ci sual. Y bərabər ax kvart üstə əgər bx üstə əgər c funksiyasının qrafikinə əsasən AB və C-nin işarələrin təyinini. Uşaqlar, qollar yuxarıdan müsbətdir. Bu qayda sualdır. Y-ın kəsdiyi nöqtə sərbəst həddir, yəni C-dir, mənfidir. Və B-nin işarəsində hiləgər üsulu var deyək ki, başlar. Necə hesablayırdıq? Soldan izləyirdik. Soldan izlədik. İlk addımda seni kəsdi ha. Seni kəsəndən sonra ilk addımda nə edir? Əslində deyə bilərsən yuxarı qalxır, amma yuxarı qalxmasın uşaqlar, xahiş edirəm. İlk addımda aşağı düşür. B-nin cavabı mənfidir. Düstur olaraq əgər B-nin işarəsindən tam dəqiq isbatı ilə falan yazmaq istəyirsənsə, yapışmalısan bu hərfi harda var? Bir disknat üstündə var uşaqlar. Bir də parabolanın təpən nöqtəsinin apsisi və yaxud danışdıq mənfi B bölü 2A-dır. Baxın uşaqlar, hal-hazırda mənfi B bölü 2A-nın cavabı burada müsbət yoxsa mənfidir? Birinci cübdür müsbətdir. Sən artıq A-nın cavabını bilirsən ki, A-nın cavabı müsbətdir. 2-nin müsbət bir ədədə vurana müsbət eləyəcək. Aşağını boş ver. Mənfi B-nin də cavabı müsbət olmalıdır. Onda B-nin yerə nə qiymət olmalıdır? Uşaqlar, mənfi gəlib dəyib müsbətləşməsi üçün mənfi olmalıdır. B mənfidir. 21-ci sual. Funksiyasının qiymətlər çoxluğunu deyir tapın uşaqlar. Burada təyin obası soruşsaydı 21-ci sualda x üçün heç bir qorxu yoxdur. Məxrəc yoxdur, kökaltı yoxdur, modul yoxdur uşaqlar. Loqaritma yoxdur, bəyək loqaritma deməmişəm. Loqaritmanın qucaqları üçün də x üçün uşaqlar qorxulu bir vadidir loqaritma. Qorxu vadisidir. Həm yuxarısı, həm aşağısı x qoya bilər və oradakı x-lər uşaqlar mənfi ola bilməz. Loqaritmanın aşağısı 1 ola bilməz. Və loqaritmanın yuxarısı aşağısı 0 ola bilməz. Loqaritmanın aşağısı uşaqlar normalda aşağısı və yuxarısı müsbət qiymətləri alır. Aşağısı loqaritmanın aşağı hissəsi, loqaritmanın bax A əsası 1 ola bilmir. Yuxarıda 1 ola bilər, problem yoxdur. Aşağı hissəsi 1 ola bilmir. 0-dan 1 arasını alır ha hətta. Bir də 1-dən böyüklər alır. Buna deyirdik dəyərli qayda, buna deyirdik ağıllı qayda. Amma 1-in özünü ala bilmir uşaqlar. Bir də loqaritma təyin olmasa sizin üçün qorxu ola bilər. İndi bizdən qiymətlər çoxluğunu istəyir uşaqlar. Qiymətlər çoxluğu, yəni funksiyanın ala biləcəyi qiymətlər, əki əbəqi qiymətlər uşaqlar. Mənfi D bölü 4-danı hesablayacaqsınız. Mənfi D bölü 4-dan. Mənfi D bölü 4-dan. Mənfi D bölü 4-dan rahat tapmaq üçün nə edirdik? Mənfi və bölünsün 2-anı tapırdıq uşaqlar. Sonra aparıb yerinə, x-lərin yerinə qoyacaqsan. B əmsalı səndə mənfi 6-dır. Düsturun mənfisi dəyəcək olacaq. Müsbət 6 bölünsün 2 vur 2. Yəni 6 bölü 4. Aparsam ixtisar 3 bölü 2-dir. 1.5-də yazarsan. Mən rahat hesablanması üçün elə 3 bölü 2 olaraq saxlayacağam. Aparıb yerinə qoyub mənfi D bölü 4-danı tapmalıyıq. Misalaki x-lərin yerinə 3 bölü 2 qoyacağam. 2 vurulsun 9 bölü 4 çıxılsın 6 vurulsun 3 bölü 2 üstəyə gəl 7 uşaqlar. Bu ilə buna apardım 9 bölü 2 4 tam onda 5. Bu ilə buna apardım çıxılsın 9 üstəyə gəl 7. 4 tam onda 5 ilə 7-nin cəmi eləyəcək 11 tam onda 5 çıxılsın 9. Yəni 2 tam onda 5. Budur uşaqlar. Və bir dəqiqə 2.5 əkiqin özüdür uşaqlar. Funksiyasının qiymətlər çoxluğunu istəyir məndən. Sən baxmalısan ki, deməlisən ki, mənə mənfi D bölü 4-danın cavabı hal-hazırda bizim ən böyük qiymətimizdir. Bu misal üçün, yoxsa ən kiçik qiymətimizdir. Baxırsan A əmsalına. A əmsalı müsbətdirsə, bu ifadə sənin ən kiçik qiymətindir. Və mənfi sonsuzluqdan 2.5-ə qədər qiymətlər alacaq. Bu sənin funksiyanın qiymətlər çoxluğudur uşaqlar. A əmsalı müsbətdirsə, mənfi D bölü 4-danın cavabı ən kiçik qiymətin olmuş olacaq. Əgər A əmsalı 2 yox, mənfi 2 olmuş olsaydı,
tapdığımız 2,5 cavabı ifadənin ən böyük qiyməti olacaqdır. Onun 2,5-dən müsbət sonsuza doğru qeyd edəcəkdir qiymətlər çoxluğu. Bir də belə bir ifadə verə bilərsən. Kök altına salar. Eyni misal uşaqlar. Kök altına salar, eyni şeyi istəyər. Sən eyni üsul davam edəcəksən, eyni şeyi yazacaqsan. Mənfi sonsuzluq qoya bilməyəcəksən burada artıq. Çünki kök altı ifadənin cavabı mənfi ola bilməz. Sıfırdan başlayacaq uşaqlar 2,5-ə qədər. Yaxşımı? Bax, belə bir hal qoyacaqsınız. Mənfi sonsuzluq qoymaq olmaz. Mənfi 5, 2, 22-ci sual. Nöqtəsinin absis oxuna nəzərən simmetrik nöqtəsinin koordinatını tapmışlar. Absis oxuna nəzərən simmetrikdir. Absis budur. Məsəl üçün, bu nöqtəni mən simmetrik qatılasam absis oxuna nəzərən. Baxıram ki, bunların uşaqlar x-i dəyişmir. Y-i burada müsbət alırca, misal üçün 3 yapışdırdım. Y-i burada mənfi 3 olacaq. Yəni, absis oxuna nəzərən deyəndə absis olduğu kimi qalır. Ordinatı işarəni dəyişəcək. Mənfi 5, mənfi 2 uşaqlar koordinatlarını deyir tam. 23-cü sual. Funksiyasının qrafikinin absis oxu ilə kəsişmə nöqtələri arasında qalan məsafəsini tapın. Absis oxu ilə hər hansı bir funksiya qrafiki, bu parabolada kəsişirsə, baxırsan ki, absis oxunu kəsirsə, y-i sıfırdır uşaqlar. Y-i yenə sıfıra qoyacaqsınız. 0 bərabər x dəyər 5, x çıx 4. Buradan əmələ gələcək hasilin sıfırlama şərti. X dəyər 5-in cavabı uşaqlar sıfırdırsa, x-in cavabına qalacaq mənfi 5. X çıx 4-ün cavabı sıfırdırsa, x-in cavabına qalacaq müsbət 4. Deyir, 4 ilə mənfi 5 arasında qalan məsafə uşaqlar 9 addımı var da. 24-cü sual. A, 2, 6 və B, mənfi 1, 12 nöqtələrindən keçən düz xəttin bucaq əmsalını tapmışlar. Düz xət, tez düz xət deyən kimi y bərabər kx plus B qoymalısan. Həm buradan keçir, həm də buradan keçir. Keçir, kəsir, aiddir, alır, üzərindədir, toxunur deyəndə apar x-in yenə x-i qoy, y-in yenə y qoy. Mən x-in qiyməti 2-dir. Olacaq 2k üstəgəl B bərabər 6-ya. Bir də uşaqlar, mənfi 1k üstəgəl B bərabər 12-yə. Tərəf-tərəf çıxacağım. Xahiş edirəm, işarə səhv etmə. 2K-dan mənfi 1K-nın çıxanda bu mənfi deyəcək, bu mənfi olacaq 3K. B-lər islah getdi. 6 çıx 12 mənfi 6 verəcək. K-nın cavabına qalacaq mənfi 2. Düz xəttin bucaq əmsalını istəyir uşaqlar. Yəni K-nı istəyir. 25-ci sual. Y bərabər kx dəgəl B düz xətti, y bərabər 2x dəgəl 5 düz xəttinə paraleldir. Paralel şərti nə idi? K-ları inidir. Yəni, bunun K-sını artıq mən tapdım 2. Və deyir, 4, 9 nöqtəsindən keçir. Keçir, kəsir, aiddir, alır, üzərindədir, toxunur deyirsə, aparıb x-i yenə x-i qoyacaqsan. Y yenə y qoyacaqsın uşaqlar. 9 bərabərdir. 2 vurulsun 4, üstəgəl B. 9 çıx 8 bərabər B-yə. B-nin cavabına qaldı 1 uşaqlar. Bizdən K üstəgəl B cəmini istəyibdir. K-sı 2-dir, B-si isə 1-dir. Misalın cavabı 3-dür. Uğur olsun uşaqlar.